Mənim adım Fərid Hüseynovdur. Mən Azərbaycan Hava Yollarında Daxili və Xarici Kommunikasiyalar şöbəsinin rəhbəri kimi çalışıram. Karyera yolunda çətin bir qərarla rastlaşmışdım. Mən iş yeri seçimi baxımından emosional bir qərar verə bilərdim, lakin uzun müddət götür-qoy eləyəndən sonra daha rasional qərar vermək nəticəsinə gəldim, çıxdım və nəticə onu göstərdi ki, məntiq etibarilə atdığım bu addım mənə uğur gətirdi və müsbət sonluqla nəticələndi. Mənim də yüksəlişim məhz deyərdim ki, bu rasional qərar verməklə, karyera yolumda iş seçimi baxımından bu rasional qərar verməklə başladı. Mən bir rəhbərim var idi, onun tez istifadə elədiyi bir ifadə var idi. Mənə deyirdi ki, komfort zona əslində rahatdır, təhlükəsizdir, amma bəzən insanı inkişafdan saxlayır. Daim bu fikri ağlımda saxlayıram və çalışıram ki, maksimum dərəcədə çətinliklərdən qaçmayım, yeni çağırışlarla üz-üzə gəlim və düşünürəm ki, komfort zonadan çıxmaq bacarığı hər insana irəli getməyə şərait yaradır. Bir neçə il öncə mən sahibkarlıq fəaliyyətində məşğul idim. Qısa sürməsinə baxmayaraq çox böyük biliklər deyərdim və təcrübə, bacarıqlar əldə etdim. Hansı ki, mənə bugünkü gündə də həm şəxsi həyatda, həm korporativ sahədə də müəyyən bir üstünlüklər verir və düşünürəm ki, o biliklər sayəsində mən daha geniş düşünməyə, daha məsələlərə çevik baxmağa bacarıram. İş yerlərimin birində yüksəliş müsabiqəsinin analoqu kimi bir müsabiqəyə qatıldım və təəssüf ki, uğur qazana bilmədim. Niyəsə o məğlubiyyət mənə çox pis təsir elədi, sözün əsl mənasında. O anda özümə söz verdim ki, mən bundan da daha böyük bir müsabiqədə qalib gələcəyəm və nəticə etibarilə də belə də oldu. Deyərdim ki, məhz o məğlubiyyətdən sonra mənə hansısa bir təkan tapdım mən, belə deyim, o məğlubiyyətdə və yüksəlişdə özümü sınamağa və burada uğur qazanmağa nail ola bildim. Yüksəliş arzulayanlara demək istərdim ki, daim öz üzərinizdə çalışın və daim özünüz olun. Başqalarının uğurlarına və yaxud da ki, başqalarının hədəflərinə, başqalarına fokuslanmayın, öz inkişafınıza fokuslanın və əminəm ki, uğur özü gəlib sizi tapacaq. Yüksəliş sizinlə davam eləyir.